Salam əziz tələbələr, hər biriniz xoş bulduk. Mən Vətənpərvər Maarifçi Gənclər Şirkətinin təsisçisi, həm də layihə rəhbəri Günün Əmrisindən bugünkü layihəmizlə bağlı Könüllülər Gənclər Təbiət və Bəşəriyyət yolunda. Onu da qeyd edim ki, bizim layihəmiz Gənclər Fondu, ixtisası Gənclər Fondu tərəfindən elan edilmiş layihənin tariflərindən biri və onunla bağlı sizlərlə görüşə gəlmişik. Layihəmiz davamlı olaraq Lənkəran şəhərində keçirilmişdir. Asarada keçiriləcək və bir çox rayonlarımızda, qeyd olunan rayonlarımızda keçiriləcəkdir ki, sizlərlə biz 40-cı maariflərindən şəhərləşməlidir. Tədbirimizə başlamazdan əvvəl istərdim ki, ulu öndərimizin və işğal altından, işğallar azad edilmiş torpaqlarımızın azadlığını, ziyarlarını qəd etmiş vətən övladlarımızın, şəhərlərimizin və sırağa gün bildiyimiz kimi Bakı Qrozno reysində faciəvi şəkildə həlak olanlarımızın da hamısının ruhlarını bir dəqiqə çıxırlar. Allah rəhmət eylesin. Və istərdim ki, böyük bir sevgiləyən dövlət rəmzimiz, dövlət ümumimizləri oxuyan özümüz, ayaqüstə. Sinem hərбə meydan oldu, hüququndan keçən əskər hərə bir qəhrəman oldu. Sən olarsan Gülüstan, sənə hər an can qurban, sənə min bir məhəbbət, sinəmdə tutmuş məkan, namusunu hiss etməyə, bayrağını yüksəltməyə. Namusunu hiss etməyə, bayrağını yüksəltməyə. Şanlı vətən, Azərbaycan, 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 Azərbaycan. Var olasın. Dövlətimizin bayrağını hər zaman şəkillərdə eləsin. Günümüzdə hər yanda təxminə səslənsin. Əziz dostlar, əziz tələbələr, yaxınızda qeyd edildiğim sizlərlə görüşümüzün əsas məqsədi sizlərlə ekoloji maariflərdə İlk öncə sizlərlə bərabər, mənimlə bərabər qonaqlarımızı sizə təqdim eləməkdir. Masarov İcra Hakimiyyətinin nümayəndəsi Nurlan müəllim burada iştirak edir. Naib müəllim iştirak edir. Rayonun Qarabağ müharibəsi, veteranları əllər, şəhər və İctimai Birliyinin Masarov rayon şöbəsinin rəhbəridir. Əlfət müəllim iştirak edir. Əlfət müəllim də həmin cəmiyyətin Lənkəran rayon şöbəsinin Əlfət Əliyev rəhbəridir. Və mən bayaq da qeyd elədiyim kimi Nəsimi Qarabağlı, həmin Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinin təsisçisi və bu layihənin rəhbəri. Biz sizlərlə söhbətə başlanılmazdan əvvəl onu qeyd etmək istərdim. Çox istərdim ki, söhbətimiz, danışığımız çox səmimi bir şəkildə ortamda almışdır və sizlər aktiv, nə qədər aktiv olsanız, sizlər üçün bildiyiniz kimi layihə təcrübəsində biz belə bir bloknotlar, belə bir rüçkalar və paxtalar hazırlatmışıq ki, fəal olan iştirakçılarla təqdim olunacaqlar. Dostlar,
ekologiya deyəndə biz nə başa düşürük? Ekologiya hər birimiz bilir ki, ətraf mühitin mühafizəsi, ümumiyyətlə yaşıllıq, ümumiyyətlə kökü kəsilmiş heyvanların müdafiəsi, yaşıllıq zonalarının artırılması, su hücrələrinin mühafizəsi və bu kimi mövzular öz alanında ekologiyanı gətirir. Ekologiya sözünün ümumiyyətlə ilk dəfə səslənişi 1866-cı ildə Alman filosof tərəfindən, Ernst Haeckel tərəfindən eşidilmişdir və ondan sonra ekologiya elmi bir elm olaraq araşdırılmışdır və müəyyən elmi araşdırma məsələlərində, institutlarda, qurumlarda bununla bağlı işlər görülür. Bildiyimiz kimi Azərbaycanda da ekologiya ilə bağlı bir çox tədbirlər görülür. İstər dövlət tədbirləri, istər bildiyimiz kimi Azərbaycan Respublikasında Ekologiya Təbii Sərvətlər Nazirliyi fəaliyyət göstərir ki, onun işi ilavəsində məhz ekoloji problemlərinin aradan qaldırılması, onların təbii sərvətlərimizin qorunmasına bağlı müəyyən məsələlərin həllinə nail olmalıdır. Bununla bağlı biz hər birimiz bir vətəndaş olaraq, bir fərd olaraq cəmiyyətdə hər dəfə çalışırıq ki, ekoloji təmizliyə, ekologiyanın rəayət olunmasına önəm verək. Bu kimi amillərdən biri məsələn deyərik ki, real həyatımızdan götürək, istər bir haradasa həyat bazar bir şəraitində yaşayan, böyük bir həyat evrəndə yaşayanlarımız həmişə çalışmışıq ağaclar əkək, güllük yaradalım. Xanımlarımız evlərdən çalışırlar, gül dikcəklər, dikcəkdə güllər əksinlər, becərsinlər. Bu tək onunla bağlı deyil ki, deyək ki, baxalım, gözümüz oxşasın, zövq alalım. Bu həm də bizim təmiz hava, təmiz mühitimizin, ab-havanın olması ilə irəli gəlir. Bildiyimiz kimi biz Azərbaycan müharibə şəraitində bir müddət yaşamış və müharibəni görmüş və inşallah şükürlər olsun ki, artıq müharibədən çıxmış bir ölkəyik və müharibə vaxtı, bizim müharibə gedən vaxtı bizim ekologiyamıza nə qədər zərərlər olmuşdursa da, amma artıq işğaldan azad edilmiş ərazilərimizdə bu qədər görülən abadlıq işləri, qurulmuş işləri ekologiyamızın daha da yaxşı şəkildə inkişaf etməsinə səbəb olacaqdır. Yaqın ki, hər biriniz mətbuatdan izləyirsiniz, görürsünüz, reklam çarxlarından söhbət görürsünüz, informasiya vasitələrindən ki, ekologiya ilə bağlı bir çox qurumlar bacardıqları qədər istəyirlər hər hansı bir işləri görsünlər. Burada bəyanatda qeyd etdim. Maarifləndirici olsun, istər institutlarımızda elmi araşdırmalarla bağlı olsun. Bir çox ali məktəblərimiz var ki, məhz ekologiya ixtisası üzrə tələbələr hazırlayırlar ki, həmin tələbələr də gələcəkdə ekoloji tarazının aradan qaldırılması, ekoloji cəhətdən müəyyən elmi araşdırmalara üstünlük verələr, ekologiyamızın daha yaxşı olmasına çalışırlar, nail olmasınlar. Bayaqlar mən qeyd eləmək istədim, ekologiya, ümumiyyətlə ekoloji araşdırmaların aparılması, ekoloji maarifləndirmə işinin aparılması, mən deyərdim ki, bir 5-4 aspektdən irəli gəlir. Yəni, bunlar istər kütləvi informasiya vasitələrində, yəni televiziya, radio və müəyyən qəzet vasitələrindən ekologiyada baş verən problemlərlə bağlı cəmiyyəti xəbərdar etmək, bununla bağlı görülən işləri cəmiyyətdə təbliğ etmək. İstər qeyri-hökumət təşkilatları var ki, ekologiya ilə bağlı sırf peşəkarcasına fəaliyyət göstərirlər və bu kimi təşkilatlar çalışırlar ki, ekoloji üstünlükdə önəm verərək, ekologiya ilə bağlı cəmiyyətdə maariflənmək işlərini aparsınlar. Bu günlər belə sizinlə bizim görüşümüzün səbəbi və səbəbkarı dövlət qurumlarından biri olan məsələ üçün belə deyək ki, Azərbaycan Respublikası Gənclər Fondu ki, bizim qeyri-hökumət təşkilatlarının layihələrini dəstəkləyirlər və bizlər də həmin layihənin sayəsində gəlib sizlərlə görüşümüzü keçirdik. Bayaqların qeyd etdiyim 4-5 aspekt, məsəl üçün bunlardan dövlətin özünün də müəyyən siyasəti var ki, qanunverici aktlar var ki, ekologiya ilə bağlı işlər görülür və məsəl üçün dünənə qədər əgər küçədə adidə siqaret kötüyünün atılmasına görə 50 manat civarında cərimə tətbiq olunursa artıq o həmin 50 manat 300 manat məbləğinə qaldırıldı ki, bu həmin o siqaret kötüyünü atanlarda biraz
qorxu hissi olsun, həm də ekologiyamıza biz nə qədər önəm verdiyimizdən irəli gəlir. Leyla xanım müəllimə rəhbərliyi, onlar tez-tez sahil boyu ərazilərdə çitlənmiş dəniz ərazilərini, istər o tullantılardan, zibillərdən təmizlətməyə çalışırlar. Özünüzü təqdim edin, Zəmin. Tədbir COVID-19-la bağlı, bu da ətraf mühitin qorunması yollarının ölkələrdə tədbir üsullarıdır. Məsələn, ölkələrdə COVID-19 tədbirləri hava temperaturu ilə bağlıdır ki, hava temperaturu bəzi ölkələrdə 2 və -2 dərəcə arasında saxlanılmalıdır. Azərbaycanda o təbiətlə bağlıdır ki, ətraf mühitin qorunması, yaratılığının qorunması. Daha kim nə söyləyə bilər bundan bağlı? Nəylə bağlı idi? Nəyə görə keçdilər? O könüllü olaraq, eko-könüllülər, qeyri-hökumət təşkilatların dəyərli nümayəndələri oldu, işlədik. Nə idi səbəb onu keçdilər? Kimdir ətraflar? Apartlaşmaq sırası verilirsə. Yox, biz nə idi? O Şuşa tərəfindəki sülhməramlar. Bəli, o məsələ bir köməyində. Yəni bilirik ki, işğal zamanı, torpaqlarında işğal altında olan görməmiş hissəsinə talan-qalan edirdilər. Yəni o ərazilərimizdə olan istər mineral ehtiyatlar, istər o zəngin dağ mədənlərindən çıxarılan qızılgülüyə, digər mineral ehtiyatlarımız deyək, onlar onlardan istifadə edirlər öz mənfəətləri üçün. Azərbaycanla kənarası yoxdur, onun vasitəsilə özlərlə maliyyə vəsaiti əldə edib, o vəsaitin hesabı ilə də Azərbaycanda işğalçılıqlar daha da üstənliklər, daha da əldə edirlər. Və o eko-könüllərin orada aksiyanın keçilməsinə əsas məqsəd o idi ki, həmin sülhməramlara təsir eləsinlər ki, onlar bu işlərini artıq dayandırsınlar. Biz artıq torpağı şanlarla vermişik. Onlar oradan hansı haqlar bu işlər edir? Yəni, şükür olsun, ona da nail oldular. Sülhməramlar da öz xoşlarla Azərbaycanı tərk elədilər. Baxmayaq ki, 5 il müddətinə qala bilərlər, amma tale belə gətirir siyasi motivləri əsasında. Yəni, həmin könüllərin həyata keçirdikləri aslında öz bəhrəsini verir. Bu baxımdan ki, o işlər dayandırıldı, mənfi düşmənlərimiz o işlərin başına son qoydular və Azərbaycanda olan, ərazisində olan öz təbii sərvətləri, mineralları qalıb öz ərazimizdə. Və biz ölkə, respublika olaraq, dövlət olaraq həmin təbii sərvətlərimizdən öz dövlətimizin, millətimizin, xalqımızın rifahı üçün işlədib, sərf edirik. Mən çox istərdim ki, inşallah sizlərlə də istərdim, fikir bildirəsiniz. Normalda şimdi sizdə mən onu da öncədən istədiyim ki, mən tədbirin keçirilməsində bizə kömək olan Masarov İcra Hüquqiyyətinə, başçıya, sizlərə, nümayəndələrə, Masarov Regional Kollecinin rəhbərliyinə, siz tələbələrə, müəllimlərə öz minnətdən bildirəm ki, belə bir ortamda, belə bir şərəfdə sizlərlə görüşürük, tədbirimizi keçiririk. Hər zaman ki, təbiəti qorumalıyıq, borcluyuq buna. Son dövrlər təbii ki, ekologiyanın qorunmasına bağlı yaşıl enerji daha üstün bilirsə, bu enzallı COVID-19 təbii keçilməsində əsasında istifadə ki, yaşıl enerjini, yəni günəş enerjisini daha çox istifadə və yaşıl enerjini ekologiya kullanıcı, təbii ki, müddətin bir ekologiya kullanıcı. İnşallah gəldidə bir ekoloji kimi ekologiya üzrə işləyəndə daha yaxşı hər şey edəcək. İnşallah. Tələbələri təbii edirəm. Başqa Fəqət məndə şimdi siz də nəsiyyətlə baxıyorsunuz. Çox sağ olun, bana söz verdiyinizə görə. Mən sizin hamınıza təşəkkür edirəm. Azərbaycan ümumiyyətlə yer kürəsində coğrafi ərazisi nəzərə alsa, neft sektoru olan bir coğrafi ərazidir. Yəni bu ərazidə ekoloji toplantıların təbiətin qanunlarına uyğun olaraq həyata keçirilməsində hər bir dövlətin necə deyərlər, buna bir məsuliyyəti və hünəri çatmışdır. Bu COP29-un Azərbaycanda nasıl keçirilməsində bu öz əksini tapır. Siz bu ekoloji cəhətdən onu özünüzə bir
bugün bir çətin bir iş seçmeyin. Çünki biz təbiətdən asılı olan insanlar. Mən sizinlə bir səmimi yolda danışıb ki, sizlə diskusiyamız alınsın. Təbiət bizim üçün, insan üçün həm qiymətli, həm də ki, dəyərli. Biz təbiətdən asılı olan bir insanlardır. Biz də öz ərazimizdə ekoloji cəhətdən öz gördüyümüz hər hansı bir işin ekoloji cəhətdən onun ekotolantısını, yəni müəyyən bir səviyyədə həyata keçirməliyik ki, bizdən gələn nəsil də bunu dərk eləsin. Bunun üçün mütəxəssis olmaq lazım deyil, ekolog olmaq lazım deyil. Hər bir vətəndaş bilməlidir ki, mənə təmiz hava lazımdır, təbiətin mühafizəsi lazımdır. Biz insan üçün ən dəyərli olan təmiz havadır. Bu günləri biz pikniklərdə, və müəllim qeyd elədi, Nəsr müəllim, pikniklərdə, hər hansı bir dəniz sahillərində, çimərliklərdə, yəni hökm deyil sən orada götürüb gedəsən, mən bundan işim bitdi. Bu deyil. Yəni, hər bir vətəndaşın ekologiyanı qorumağa haqqı var və bunun ictimai qanunlarının əsası var. Bir vətəndaş ki, bunun borcu var. Ki, başqasına da tövsiyə verməlisin ki, ona həyata keçirmək olmaz. O tullantını atmaq olmaz, təbiət qorumaq lazımdır. Təbiət bizim cövhərimizdir, biz təbiətdən qidalanırıq. Ekoloji baxımdan düzdür. O demək deyil, Azərbaycanda Cənab Prezidenti məsələ COP29-dan sonra layihə həyata keçirildi. Məncə ki, bütün ağac əkilmə, bu su mühafizələri, suların qorunması, göllərin, yaşıllıların mühafizə zolaqlarının qorunması və onların ərazidə ekoloji cəhətdən təmizliyə riayət edilməsi. Bu tək dövlətin işi deyil, bu vətəndaşın işidir. Bu vətəndaş dövlətlə, burada bizim hamımızın borcudur. Çünki biz bunu asılıyıq. Heç qanun bu işdən, bizə deyirlər, məşğul olmamalıdır. Sizin hamımızın borcudur ki, mənim də borcumdur ki, ekoloji cəhətdən bir insan əgər təbiətdə bir negativ yol verirsə, biz onu dayanmadan qarşısına almağa cəhd edilməliyik. Sizi də burada kollecdə mühariflənirsiniz, yəni o demək deyil, sizin sahəniz deyil, siz ekolog olmayacaqsınız. Sizin hər biriniz bir dövlətin vətəndaşısınız və bu cəmiyyətdə bu dövlətdən kənarda da təmsil edən bir vətəndaş kimi, bir alim kimi, bir mütəxəssis kimi siz Azərbaycanın dövlətinin coğrafi ərazisinin, onun təbiətinin, konstitusiyasının, qanunlarını təmsil etməyi bacarmalısınız və qeyri-adi bir şey yoxdur. Yəni, özünüzü siz çətinliyə salmayın. Təbiətin mühafizəsi məlum qeyd elədi, gül əkməkdir, təmizlikdir, yəni ərazinin tullantılardan lazımlı yerə istifadə olunmasıdır ki, kənar insan da, buna gələn qonaqlar da görürsünüz ki, Azərbaycanın neft ərazisi olduğuna görə buna bir cəsarət lazımdır. Belə dünyada Avropa ölkəsi bu cür ərazidə ekologiyanın qorunmasına nəzarət olunur və COP29-un burada keçirilməsi bizim dövlətimizin reytinginin qalxması deməkdir. Vətəndaşların ekologiyaya olan, necə deyərlər, sidqiyyə ilə inanması, xidmət etməsi və bunun aparılan işləri, maariflənməsi, maarifləndirici işləri qurulması Azərbaycan dövlətinin məhz COP29-un Azərbaycanda təhsis olunması və burada keçirilməsini bir əks verilir və bunun təsdiqini tapdı Azərbaycan dünya ölkələrində fərqli olaraq burada seçildi. Cənab Prezident, biz buna hazır deyildik, bunu hazırlıq görməmişdik. Çünki Azərbaycanda bu işğal olmuş ərazilərdə ekofaalların dünyaya səsinin çatdırılması bu daha bir təsdiq verdi ki, doğrudan da bu coğrafi ərazisinə görə bu Azərbaycan neft ölkəsi də olsa görürsən, bu ekoloji cəhətdən aktivdir, gənclər aktivdir. Əgər bunu dövlət səviyyəsində Cənab Prezident sərəncam versin, bu həyata keçirirlər. İndi siqaret tollantısına o zərbələrin artırılması, mən inanıram ki, Azərbaycan bu COP29-dan sonra xalqı ekologiyaya, təbiətdən daha da dərindən, diqqətlə, məsuliyyət cəlb edərək, özündə hiss edərək daha da dərindən yanaşacaq. Bu gələcək nəsil içində, bu gənclərin yetişdirilməsində bu kimi tədbirlərin həyata keçirilməsində daha da aktiv və fəal olacaq. Sizlərdən də xahişim budur ki, siz də çəkinməyərək bu ekoloji cəhətdən, bu ətrafın ekoloji tollantılardan
mühafizə olunmasında və onun lazım yerə istifadə olunmasında sizin hər birinizin xahiş edirəm ki, susmadan öz vətəndaş borcunuzu, yəni vətənpərvərlik borcunuzu yerinə yetirərək bunu həyata keçirməyə çəkiniz. Sizə hamınıza uğurlar arzu edirəm. İşlərinizdə uğurlar, nailiyyətlər arzu edirəm. Arzu edirəm ki, yüksək vəzifələrdə Azərbaycan Respublikasını təmsil edəsiniz və vətəndaş arası cəmiyyətdə ümumi gözünüzə layiq yer tapa biləsiniz. Sizə uğurlar arzu edirəm. Diqqətinizi yönəlmişim. Çox sağ olun. Əziz dostum, bax, mən çox istəyirəm ki, sizlərlə diskusiya şəklində bir söhbətlər eləyəm ki, yəni, bilirəm, hər birinizin ağlınızda, fikrinizdə ekologiyamızla bağlı nəsə var. Məsələn, arzu bir şeylə dəstən çıxıb gedirsiniz, hansısa bir natəmizliyi görürsünüz və yaxud da bir çiçəkliyi görürsünüz. Bunun mənfi və müsbət tərəfləri var da. Mənfi tərəfi nədir, müsbəti nədir? Məsələn, görürsünüz ki, bir yan zibillik basmışdır, amma artıq abadlı işlər, təmizlik işləri görülür, gül baxsadır. Onun müsbəti nədir? Müsbəti odur ki, həmin ərazi, deyək ki, gül çiçək bürünmüş, park bir şəkildə salınmış. Vətəndaşlarımız gedib orada istirahət edirlər, gəzirlər, təmiz hava qəbul edirlər. Bu müsbət halıdır. Amma pis tərəfi də oydu ki, o həmin o çiçəkləmiş ərazilərdən hər dəfə keçəndə insan həm ürəyi bulanırdı, həm mənəvi cəhətdən pis olurdu ki, axı bura belə olmamalıdır. Məsəl üçün, bir vaxtlar Bakıda zibilxanaların yandırılma bir yeri var. O ərazilərdən ümumiyyətlə, deyək ki, bir 15 metr kənarında da onun fəsadını çəkilir əhali, yaşayan əhali. Amma indi artıq təmiz qəraatlanmış qərarlar və bütün zibil bulantılar ora gedir, imal olunur. Hətta bizim zibil kimi baxdığımız, zibil kimi tanıdığımız əşyalar, bulantılar yaşaya imal olunaraq istər mebel avadanlığında, istər yüngül sənayedə istifadə edilir. Hətta geyim tirkatlarında da oradan istifadə edirlər. Məsəl üçün, bir nələ mənim o təmiz şəhər adlandırdığımız ərazinin orada imal olunan bulantıların sayəsində mebel sexi açılmış və o mebel sexində məişətdə istifadə edilmiş mebellərdən istifadə edilir. Və istərsəz gəzilərimiz bilir ki, həmin orada istehsal olunan mebellər evdə bəhrənlə işlətdiyimiz, birinci şəkildə işlətdiyimiz tullantılardan imal olmuş avadanlıqlar, taxtalar, mebel avadanlıqlar. Yaxşı, belə bir şey deyək də, bax, məsəl üçün, bayaqla mən qeyd elədim, müharibə şəraitində yaşadıq və müharibə oldu. Və müharibə olduğu bir epizodda qalırıq və düşünürük ekologiyamız. Həmin müharibə ərəfəsində biz ekoloji baxımdan nə qədər zərərlər çəkirik və nə baxımdan? Buna kim nə cavab verir? Buyur əzim. Bunu da təqdim edəcəm. Məhrəm o? Mirərəm o? Buyur əzim. Mənfi cəhətlər odur ki, ümumiyyətlə bildiyiniz qədərlə 2 dəfə Qarabağ müharibəsi oldu. Birinci Qarabağ müharibəsində Şuşa şəhərində Topxana meşəsində ermənilər tərəfindən vəhşicəsinə qırılması birinci mənfi cəhətdir. Sonra cəhətlərdə isə müharibənin digər mənfi cəhətləri isə hər hansı bir orta istifadə edən mexanikaların filan buraxdığı üstüləri və ya da atmosferi mənfi cəhətləri olubdur. Yəni ümumiyyətlə müharibə nə qədər davam edirsə, onun birinci mənfi cəhəti təbiət olur. Çünki bütün bildiyimiz qədərini atılan bombalar və yaxud digər mexanikalardan çıxan üstülər filan həm təbiətə, həm orada yaşayan canlılara filan olsa mənfi təsir göstərir. Yəni bildiyim qədərini mənfi cəhətlər olur. Eşq olsun. Maşallah deyirəm. Sağ olsun. Həqiqətən gənclərimizi görəndə mən oradan böyük bir fərq geçirəm. Ələş olun. Buyurun. Mən burada oturmaq demək deyil. Siz danışanlar bizim köylümüz açılır ki, bu tədbirə bağlı deyil o. Biz sevinirik ki, bizdən gələn nəsil bizim gördüyümüz işin davamçılarıdır. Yəni burada sıxılmaq lazım deyil. Mənim köylüm xoş oldu. Biz burada ekologiyanın bağlı söhbət edirik. Amma hər tərəfə kollejə daxil olandan
hər bir ab-hava vətənpərvərlik içindən söhbət açırsan. Başın sonunda hər bir aldığımız silah mövcuddur. Arxamızda möhtərəm prezident, Ali Baş Komandan, şəhidlərimiz var. Yəni, bizim elə bir ortamda, elə bir şəraitdə yaşayırıq ki, biz həm vətənpərvərik, vətənpərvərik də bildiyimiz şey nə bir peşədir, nə bir sənət. Bu, qeyrət, namus, şərəf kimi içimizdən gəlir. Analarımızın layləsindən gəlir, uşaqlarımızın ana südündən qidalandıqları o qidadan gəlir. Yəni, bu gün sənin o toxtana sözü demək, mənə eşq olsun sadəcə. Başqa söz deyə bilmirəm. Var olacaq. Bəli, məhz toxtana meşəsinin qırılmasından sonra Azərbaycanda məsələlər daha qüvvəli gəlir. Azərbaycan xalqı bir dənə ağacın kəsilməsindən, o toxtana mən özüm Şuşalıyam, o toxtana meşəsində dəqiqlərlə olmuşam və o toxtana meşəsində qırılan o tək armud ağacın da yapmışlar. Yəni, tariximiz də var, gözəldir, gənclərimiz də var, gözəldir. Bax, dedim vətənpərvərlik və ekologiya. Mən belə deyərdim ki, ümumiyyətlə, ekologiyanın təmiz qalması və yaxud da ki, bizim burada sizə durub ekologiyanın bağlı müalicələrində işinin aparılması, o demək deyil ki, siz bunu bilmirsiniz və yaxud da ki, siz sadəcə ona qədər hansısa bir fikirlərinizi izah edəmirsiniz. Yaqın ki, dönə olub, dostlar, ətrafda, biz zibil tullantısını küçəyə atanda deyilsən, atıb, atandan sonra da özü də deyir ki, gəlib bunu buraxmıyor, məsələ. Mən bərxlan qeyd edirəm. Məsələn, siqaret kötüyünün atılması 50 manat üçün qoyub çıxmalı. Şimdi bu siqaret kötüyünü atan fikirləşir ki, yox, niyə nə ödür? 300 manat siyahlar şey. Yəni, haradasa biraz özümüzə nəzarət eləməliyik, hərəkətlərimizdə, yaşam tərzimizdə. Və dedim, analarımız, bacılarımız, qızlarımız evdə yüksəklərdə güləklər, sevə-sevə. Adicə bu sevə-sevə sözünü heç bir təsadüfə deməliyim. Məsəl üçün, iki fərq götürək. İkisi də yüksəkdə gül saxlayır. Biri o gülü sevə-sevə suluyur, danışdıra-danışdıra, yarpağını sıralaya-sıralaya. İnandırım sizi, həmin o gül daha da inkişaf edir, daha da özünü güzələyir. Amma biri də, o biri fərqlər elə də, xalaxətə, hələ gülə su vermək var. Suluyur, amma onun bir əhəmiyyəti yox. Bunlar var, həqiqətən real olan bir şeylər. Yəni, biz vətənimizi sevməliyik, biz təbiətimizi sevməliyik. Və meşə zolaqlarının artırılması ilə məşğul, ağacəhmə kampaniyaları keçirilir. Xaçmazda, istər Qusarda, istər Qubada, istər Elmasalda. Nə ilə bağlı, nəyə görə edirik? Əhalimizi düşünürük. İstəyirik ki, bizim əhalimiz, bizim vətəndaşlarımız təmiz hava qəbul edərək sağlam həyat tərzi yaşasınlar. Sağlam həyat tərzi də yaşamaq qatır ərazisində olan, səhvində olan o tullantılar səmərəli istifadə emal olunaraq təzədəndən emal olunur, məşğullar. Yəni, bu da bizim istər dövlət siyasəti, istər dövlətin bununla bağlı olduğu qanunvericilik haqları həyata keçirməsinə bağlıdır. Bayaqla dedim, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qızımız da quruladı, COP29-u və COP29 tədbirinin keçirilməsi burada ilk olaraq Azərbaycanı bir daha dövlət səviyyəsində güclü dövlət, mən deyəlim, magikan dövlət, müharibəni biz qalib olduq, başımız uzun oldu, bir daha şəhidlərimizə hamısına qəm-qəm rəhmət edirəm. Allah xalqımızın, millətimizin və Ali Baş Komandanımızın daima başımız eləsin ki, xalqımız daima firavan yaşasın, sağlam yaşasın. O COP29-un keçirilməsində Azərbaycan bir daha özünü həm müstəqil, həm qarşısına qoyduğu hədəflərə çatan və çata biləcək bir dövlət olaraq sübut edər. Bir çoxları, hər birimiz mətbuatdan izləyir, bir çoxları biraz dırnaq arasında baxırlar ki, Azərbaycan COP29-u keçirəməyir. Bəli, müəyyən səbəblərdən bəlkə də keçirəməyir, fikirləşirlər ki, müharibədən çıxmış ölkədir, falandır, beynəkən. Amma biz o çətinliklərə baxmayaraq qısa bir müddətdə həm COP29-a hazırlaşdıq, həm işğaldan olmuş ərazilərimizdə
abartı quruculuq işlərlə məşğul olub, yüksək səviyyədə işlər gedir. Və həm də ki, həmin o COP29-da qarşıya qoyulan məsələlərə %99% nail olmaq çalışır. Mən keçən tədbirlərimizdə uşaqlara dedim, yəni dünənə qədər COP29 tədbirlərində müəyyən etaplarda görüləsi işlər, tədbirlər vardı. Bunların hamısı kağıt üzərində bəlkə də qalır. Amma məhz Bakıda, Azərbaycanda keçirilən həmin o mötəbər tədbirdə, həmin o qarşıya qoyulan məsələlərin etaplı şəkildə, işlər şəkildə necə həyata keçiriləcəyi artıq bəlli oldu və ona lazım olan kiçik olmayan böyük bir məbləğ vəsaitində tapılması araşdırılır və o məbləğdə yayılması bəli, qızımız da qeyd elədi. Əlfəz mənim də qeyd elədi. COP29 fəaliyyəti, tədbirin keçirilməsi Azərbaycan ekoloji baxımından hansı olduğu, bu proseslərdə necə aktiv olduğunu söyləyir. Tanınmış ölkələrimiz var, tanınmış Avropa ölkələri var ki, hansı ki etməməlidirlər, amma onlar öz dəniz sahillərində nəsil kəsilmiş dəniz heyvanlarının oluna icazə verir. Amma baxmayaraq ki, dünya BMT-nin müəyyən aktları var ki, həmin məsələləri qazana bilir. Amma Azərbaycan bunların hamısına rəayət edir. Azərbaycan heç bir vaxt olmur ki, ekologiyamıza təsir edə biləcək hər hansısa bir fəaliyyət baş versin. Ağaçlar əkilir, parklar salınır, su hövzələrinin mühafizəsi ilə məşğuldur. Siz heç bilirsiniz Azərbaycanda nə qədər su ehtiyatlarımız var. Amma bunların hələ də bir çoxları nədən olaraq aşkar edilir. Sadəcə xəritələr üzrə deyir ki, filan ərazidə, filan məkanlarda su ehtiyatlarımız var. Amma Azərbaycan günlərimiz qarşısında bir məqsəd olaraq, hədəf olaraq qoyur ki, həmin o su ehtiyatları aşkarlansın, mədənlər qazılsın və su ehtiyatlarından əhalinin, vətəndaşlarının səmərəli olaraq istifadəsi. Hər birimiz bu yaxınlarda görürük, maşallah olsun, isti su, mineral suyumuz artıq satışları bırakıldı. İşğaldan bölünmüş ərazimizdən gəlir. Dünənə qədər o, nəinki isti su, şanı turşusu, soyuq bulağı, mənfur düşmənlərini istehsal edib, bir çox Avropa ölkələrində bütün kasılı $200, $5 falan satılır. Amma biz qalmışdık tərəfdə. Amma bu günlər biz onlardan özümüz, öz dövlətimiz, öz əhalimiz istifadə edirik. Azərbaycan təqsirlərə fikir edilir. Mən də salamlayıram qonaqlara, xoş gəldin deyirəm. Vətənpərvər müalicə Gənclər İctimai Birliyinin bu tədbiri Az rayonunda keçirilir. Bilirləri masallı olduğuna görə özümdən təqdim edirik. İntiqam müəllim çox geniş əhatəli danışdı. Yəqin onları digər rayonda dostları da səfərdən öncə tədbir keçirəcəklər, vaxtları qaldı. Mən yenə də sizə də minnətdarlıq bildirəm ki, bizim tədbirimizdə qoşuldunuz. Və İntiqam müəllimə və digər qonaqların, Nəsim müəllimin, Nəsim Qarbalının çıxışları diqqətlə dinlədiniz. Qonaqlara bir daha xoş gəldin deyirəm. Sizə də minnətdarlıq bildirəm. Hə dostlar, kimin belə bundan bağlı bu qədər fikir toplamaq, fikrimiz gəldi, söylədik, elədik. Qızımız, oğlumuz fərqli fikirlərini ifadə edir. Hər hansı fikir bizim gələcəkdə hazırlayacağımız layihələrimizə səbəb ola bilər. İcazə olun. Uğur yazın. Özünü təqdim edə zəhmət olun. Süleyman. Bayaq dediniz ki, ekologiya dedikdə belə ətraf bilinci olmasına bağlı deyirsiniz. Dediniz ki, bayaq sərəncam imzalanıbdır. Yəni, hansısa bir şəxs qrafdır və ya ətraf mühitin qorunmasını pozarsa, ona uyğun cərimələr olunur da. Və o cərimələr olmamışdan əvvəl xəbərdən olunsa həmin şəxsə və ya o olunmasa cərimələr, elə bir şey ola bilməz. Mən deyim də, gündə sualı. Sən bəlkə də məlumatın yoxdur. O cəriməyə qədər hər zaman xəbərdar olunur. Hər bir vətəndaşın ictimai əsasət, ictimai çərçinin qorunmasında, özünün orada aparılmasının sayəsində fəaliyyəti var. Sən, məsəl üçün, adicə nəqliyyatdan istifadə edib, nəqliyyatda fikir vermirsən. Amma hər bir nəqliyyat vasitəsində, hər bir daxil olmuş, məsələn, məktəbə daxil olsa, məktəbdə böyük bir stent var, yazır, siqaret çəkmək olmaz.
Metroya daxil olsan yazır, ucadan qışqırmaq olmaz və yaxud da qaça-qaça eskalator düşmək olmaz. Nəqliyyat vasitəsinə qalsın, yazır ki, məsəl üçün, təpək əl üstə çoxluq yaradır, o yan bu yana eləmək olmaz. Yəni, bu xəbərdarlıqdır. Rəqamda da bizim konstitusiyasının qanunda Var, təsbit olunmaz. Hər bir vətəndaş qorumalıdır. Yəni, Təsbit olunur. O cəmiyə qədər onlar hamısı xəbərdarlıq şəklində var idi. Və o 50 manat birdən bir 50 manat olmamışdı. Aşağı idi o məbləğ. 18, 20, sonra 50 riayət etməyən və düşündük ki, elə 300 olsun. Yəni o, bilirsiniz nədən geçiyor? Söhbət o 300-dən getmir bəlkə də. 500 də ola bilər və yaxud da 60 manat da ola bilər. Amma o bir daha insanlarımızda o şuur formalaşdırmağımıza dəlalət edir ki, yəni düşünən ki, yəni bu cərimə, onsuz da o cərimə hara gedir? Dövlət büdcəsi. O dövlət büdcəsi də müəyyən dövlətin keçirdiyi siyasi aktlara davam edir. İstər təhsil büdcəsinə, istər sosial müdafiə ilə bağlı olan büdcəsi. Yəni bunlar olub, xəbərdarlıq olub. Daha kimin nə maraqlandırır, kimin nə fikri var? Buyurun. Demək istədik ki, mənim bizdə görüblərsə, yəni bu xəbərim yoxdur. Mənim qeyd elədir, Azərbaycan Respublikasının Konstitusiya qanununda 40-cı maddə şəxsən kimliyi aydınlaşdırma məqsədidir. Əgər bu qanun ki, televiziyada elan edildi, orada keçəcək. Ödəməlidir. Mənim və o xəbərdarlarım. Amma belə bir şey də var. İlk dəfə bilməyərəkdən əgər etmişsənsə, müəyyən hallar nəzərə alına bilir və o cərimə sənə xəbərdarlıq şəklində keçilədir. Yəni, mən də o nəzərdə tutuyorum. O ola bilər. Amma hər birimiz çalışmalıyıq ki, həmin o müəyyən istisnalardan sui-istifadə etmək üçün. Naxçıvan Muxtar Respublikasının yəni PPS yaxınlaşır ki, olmalıdır, hərəkətli belə dizolda xidmət edirsin. Orada PPS yaxınlaşır ki, siz bu məlumatların, yəni yukarıda çəkil ki, o hərəkət edirsin. Atab məsələ, atab məsələ, PPS özü həmin dəqiqə məsələ çox fazla bura təmdə olsana deyil, Bax, burada Nəsrin müəllim qeyd elədi, danışdı, məlumatları geniş şəkildə sizə, necə deyənlər, bu müəllim sizə dərsi danışdığı kimi hamısı izah edir. Hardasa bir 12 saatin dairəsində yekə uzanıb kəsə bilməzsin. Şurada bir daha kəsə bilərsin. Amma burada bir şey var da, öz həyətinin ərazisində olan ağaçdan yəqin söhbət getməlidir. Sən küçədə olan ağaçdan deyirəm. Elə bir məsələdir, bizim evdə olan, o istiqamətli hasarın arxasındadır. Sizin evə, Bəli. sizin evin içərisindədir. Yox, elə bir hasardır. Hasarın düz yanında. Məhdud şəklində müraciət olunur, razılaşmış şəkildə onlar nümayəndələr gəlir, o ağacı. Özümüz də əksəy o kəsənləri, məsələn öz ağacında yetişir. Həyatında ikisindən kəsən O başqa, ona görə mən sual verdim ki, o həyətində əkdiyin, o sənin öz əvlatındır, öz şəxsidir. O qıraqda əkilənlərdir. Qıraqda əkilənlərdir, elə bir baba məşqdə olur. Nəsrin müəllim, gözəl mövzuyyət olur. Bax, sən nədənsə təbiətin sənin qarşında olan məsuliyyəti dərk edərək, sən bu sözləri deyirsən. Hələ sənə yol verir. Əgər sənə o insan, o ağac, bu cəmiyyətə yaşayış səviyyəsinə, onun yaşayış şəklinə sıxlıq yaradırsınsa, meşatçılıq edirsən, bunun üçün yığırsan ətrafı, rəsmi şəkildə onlardan hamısına imza toplayırsan. Cəmaatda, yəni prinsipiyanla sən gelib deyə bilmərsən ki, bunu götürür. Yaşadığın ərazi ilə cəm şəkildə imza atırsan, müraciət edirsən, onlar da imza atırlar. Bu məsələ səmimi şəkildə öz yoluna qalır. Yəni mən güclüyəm, gedim bunu söküb dağıdım, yox. Ən gözəl yolunu səhədir. Allah sana saxlasın. Hər şeyin çarəsi var. Təbiəti qorumaq, biz təbiətdən asılıyıq da.
Eğer bir insan təbiətə qiymət vermirsə, ondan nə vətənpərvər, nə dövlət xadimi, nə də bir vətəndaş kimi bu dövlətə faydası olur. Hər birimiz ondan asılır, biz hava alırıq, sağlamlıq alır təbiətdən. İnsan üçün təbiətdən onun sağlamlığına, onun yaşayış səviyyəsinə, onun həyat tərzinə, yaşlaşmasına təbiətdən qiymətli heç nə yoxdur. Evin içində oturursan, deyirsən ki, mən çıxım biraz şöyle bir təmiz hava alır. O təmiz havanı almaq üçün də sənin də zəhmət olmalıdır. Çünki səndən qabaqlar zəhmət çəkilir, bu ağaclar əkilir, təbiətə atılan bu tullantıların lazımlı yerə istifadə olunmasına zəhmət çəkib, çünki bizdən qabaqdaşlar buna zəhmət çəkiblər. Bir gələn nəsil bundan qidalanır. Bizim də borcumuz odur ki, ekoloji vəziyyəti nəzərə alaraq, demək deyil, mən bu ekologiyanın başa düşdüyüm nədir. Bu ətrafda işləmək lazımdır. Nəsil mənim danışdı. Bütün tullantıların emal olunması və onun yenidən istifadəyə verilməsinin üstündə başlı deməli ki, 60-70% Azərbaycanda bu işlər görülür. Bu 100% demək olmaz həyata keçsin. Yəni, müəyyən usullar var. Onun üçün dövlət də işləyir, vətəndaşlar da işləyirlər. Yəni, müstəqil şəkildə sən durur, haradasa zibil var, onu yandıran, sən xəta eləyəbilir. İnzibarı xətalar mədələr. Hə, indi səndən başlayalım. Həyat iştirak etdiyinə görə, bu bizim təşkilatın və Gənclər Fondunun ümumi istiqamətə gələn. Resmimizi hazırda işləmək olan yetimlər var, qanada şəkil əkirlərsə, dəstəklərimiz istifadə edirlər. Bu da o, siz də yaxınlaşın. Bu da elə bizim təşkilatın ünvanı orada arxada olmalıdır. İstəsəniz, maraqlansanız, ola bilər hər hansı bir mövzuyla bağlı proyekt, layihələriniz olar. Yəni, ona müraciət edib həm üzvlük kimi ola bilərsiniz, həm də öz layihənizi həyata etdirmək üçün biz sizə dəstək veririk. Sual verən oldu. Mən burada gəldim. Məqalə. Ama haradasa gördüm zibil yandıranlar, bəzilərimiz onu başqaları başlasın. Amma zibil yandırana yaxınlaşıb öz iradını bildirə bilərsən. Ona deyirlər, ən azından ictimai nəzarət. Yox, bu aslında fərqsənsə, fərqsənsə. Sən ictimai nəzarət edirsən. Mən yazdım, prosta mən əziyyət çəkim onu gedir. Yəni, sən yaxınlaşıb öz fikrini bildirə bilərsən. Çox. Orada müəyyən məlumatlar. Bir tane sual geldi. Bir nəfər də oldu. Şimdi de var. Ben onu Süleyman. Yok, kalmıyor. Ben sualı böyle. Süleyman yakınlar sevmiş olmasa. Süleyman yakınlar sevmiş. Bak bir tane sual verelim. İnden belə ekoloji maariflənmənin daha iki cümlələ həyat edilməsi üçün nə etməliyik? Kim o sualı cavab verəcək? Buyurun da sənin. Ekoloji bizim həyatımızda yaşayışımızda çox böyük onun üçün də təbiətdə səliqəli şəkildə saxlamalı, tullantıları kənarda qoyulan zibil qablara atılmalıdır. Və yaxud da kimsə görürsə, alicə bəyanlarsızlıq olaraq piknik olunan əraziləri, tullantıları yerə yox, orada ayrılan zibil qablara atılmalıdır. Təbiəti ümumiyyətlə təmiz saxlamalıyıq ki,
axşam tərzimiz sağlamamız. Yaxınlaşın. Allah razı olsun. Yaxşı, əziz dostlar, var olasınız, əziyyət verdim sizlərə. Bir daha sizə öz minnətdarlığımı bildirəm və düşünürəm ki, bundan sonra layihələrimiz daha. İnşallah.